Burada dostlar istəyirəm hamımıza bir müjdə verəm. Sərhədlərimizlə bağlı. Siz bilirsinizmi ki, Azərbaycan sərhədləri açıqdır. Əvvəl jurnalların verişinə qayıdacaq, narahat olmayın, davam edəcəyik. Amma bir vacib məsələni çatdırmalıyam diqqətinizə. Siz bilirsinizmi ki, sərhədlərimiz açıqdır. Yəni, Azərbaycan-Rusiya sərhədləri, Azərbaycan-Türkiyə sərhədləri, adamların gedib gəlməsi açıqdır. Bunu bilirsiniz, yoxsa yox? Bax, Azərbaycan siyasətçiləri, Azərbaycan ziyalıları, əgər qızdırma xəstəliyindən tutulub, boş nağıl danışmaqla gönlərini günə verməsəydilər, qalxıb ən azı bu məsələni xalqı vaxtına deyərdilər ki, ay millət, ay cəmaat, siz niyə vətəninizə dönə bilmişsiniz? Bunu qadağa ilə bir şey yoxdur. Dostlar, bunu mən diqqətə çatdırım, hamı bilsin. Siz bilirsiniz ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olubdur. 2020-ci ildə. Və bu qərara zaman-zaman dəyişikliklər eləməklə güya ki, sərhəd rejimini gücləndiriblər, sərhədi bağlayıblar, xalq arasında desək, adımları buraxmırlar. İndi mən sizə Nazirlər Kabinetinin özünün qəbul etdiyi bu qərarı oxuyacağım. Deyin görüm, bu qərarla vətəndaşların sərhəddən keçməsi qadağan edilib yoxsa yox quru yolla? Diqqətlə fikir verin. Deməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı sanitariya epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə, xahişən paylaşın, Rusiyadakı qardaşlarımız diqqətlə qulaq alsın, mən deyənlərə əməl edin. Maddəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli qərarı ilə təsdiq edilmiş Nazirlər Kabineti filan qərarı alır. 1. Müəyyən edilsin ki, 2025-ci il 1 oktyabr saat 06-yədək, bu da yerin dəyişikliyi oldu 5-6 günündən qabaq. Əvvəl iyul ayının 1-nə idi, indi bunu elədilər oktyabr ayının 1-nə qədər. O xalq da sakitə gözləyir. Dünyada belə bir xalq yoxdur, and olsun Allah. Dünyada ikinci belə bir xalq yoxdur ki, ona heyvan kimi davranırsan, o da özünü heyvan kimi aparıb qəbul edə vəziyyəti. Belə bir xalq yoxdur. Tək biz, Azərbaycan xalqı. Dünyada elə bir xalq və dövlət yoxdur ki, onun başına oturan gədənin biri psixoloji xəstə olan adam, psixi xəstə olan adam, psixi, anormal. Burası sərhədi dədəsinin tövləsin bağı deyək ki, adımla bıraxmıram bura, arvad uşağın yanına, hamımız mənimkisiz. Özüm istəyərəm, nə vaxt edərəm. İndi mən sizə qanunu oxudum, görüm. Bu qanun sizə, vətəninizə dönməyə qadağan edir, yoxsa yox? 1.1 fikir verin. 2025-ci il 1 oktyabr saat 06:00-dək Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətdə fəaliyyətə icazə verilir. Bundan sonra yazılanlara icazə verilmir. Baxın, nədir o? 1-1. Yük daşımaları istisna olmaqla, baxın, yük daşımaları istisna olmaqla ölkə ərazisinə, sonra fikir verin, yerüstü nəqliyyatla giriş çıxışın dayandırılması. Bu istisnadır, yəni buna icazə verilmir. İndi burada aranızda bilirəm ki, xeyli hüquqşünas da var. Savadlı adamlar da var. Azərbaycan maliyyəsi kifayət qədər səviyyəli ailədir və hal-hazırda 300 nəfərə qədər 299 nəfər düz. TikTokda bizi izləyir. Hamınızı salamlayım qardaşlar. Çox sağ olun, minnətdarım. Soruşam sizdən. Nə deməkdir? Yerüstü nəqliyyatla giriş çıxış dayandırılır. Qadağandır. Bu Nazirlər Kabinetinin 2020-ci ildə qəbul etdiyi qərardır və bu günə qədər nədənsə Azərbaycan vətəndaşları sərhədə keçə bilmir.
və bu qərara istinad eləyirlər. Əziz vətənlər, Azərbaycan dilində oxuyuram, bir də diqqətən qulaq asın. Görün, bu qərar Azərbaycan vətəndaşlarının öz vətənlərinə dönməsini qadağan edir, əmir. Necə qadağan eləyir? Qadağan varmı? Və siz niyə dönmürsünüz vətəninizə? Yük daşımaları istisna olmaqla, yəni ki, yük daşıyan maşınla gedib gələ bilərlər. Ölkə ərazisində yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması. Nə başa düşdünüz? Azərbaycan vətəndaşlarının vətənlərinə dönməsi qadağan edilibmi burada? Hüquqşünaslar, nə deyirsiniz siz, nə fikirləşirsiniz? Halal olsun. Uchitel narodный. Uchitel, halal olsun uchitel. Uchitel, halal olsun sana. Valla. Ramin buzovnalı qədər öpürəm səni, bağırma basıram. Bəli. Tamamilə doğru. Yəni piyada gedib gələ bilərsən. Avtobusla gəlirsən o tərəfdən sərhəddə qədər. Sən sərhədi piyada keçirsən. Bu yana da minirsən avtobusa gəlsən evi var. Sadəcə dostlar, açın qulağınızı eşidin. Hamıya xəbər verin. Nazirlər Kabineti maşınla gedib gəlməni qadağan eləyib. Yəni sən Rusiyadan maşına minib, bura narkotik gətirə bilərsən, silah daşıya bilərsən, gizlin, tapa bilməz də və s. Amma sən özün gələ bilərsən, niyə gəlmirsən? Sizə kim deyib ki, sizi buraxırlar Azərbaycana? Sizə kim deyib gələ bilməzsiniz? Siz maşınla gələ bilməzsiniz. Piyada gələ bilərsiniz. Sərhəd açıqdır, qardaşlar. Yoxsa avtobusdan gəlin sərhəddə, avtobusdan düşürsünüz, piyada Sumqan arxıqlarında gəlirsən, sənədi göstərdin, keş birində oturmaşına çıxır o da. Sənin manualan var. Oxudun mu sən Nazirlər Kabinetinin qərarını? Başa düşülməyən bir şey var mı burada? Xahiş edirəm rejissorumuzdan da verilişimizin bu hissəsini sərhədlər açıqdır, vətəninizə dönə bilərsiniz başlıqlı aydınlar onu paylaşar. Siz də çox xahiş edirəm, çəkərsiniz verilişimizin bu hissəsini Rusiyada xüsusilə yaşayan qardaşlarımız, Türkiyədəkilər, Avropadakilər yox, əsas o qonşulardır. Türkiyədir, Gürcüstandır xüsusilə və Rusiyadır. Sizin vətəninizə dönməyinizə heç bir hüquqi maniyə yoxdur. Heç bir problem yoxdur. Rahat dönə bilərsiniz, narahat olmayın. Hə, bu dəfə sizin qabağınızı kəsdilər ki, sən keçə bilməzsən, onda bu qərarı sox gözünə, deyən alçaq. Mənə göstər görüm hələ. Harada yazılıb ki, mən vətənimə gələ bilmərəm. Mən piyada gəlməm, maşına gəlmirəm ki mən. Qanun yerüstü nəqliyyatla giriş-çıxışı qadağan eləyib, ha. Nəqliyyatla, ayaqla yox. Təbrik edirəm, inşallah tezliklə hamı öz ailəsinə qovuşar.